bu ölkə özü-özündən gəlib bu yerə çıxmadı. Azərbaycanın bugünkü səviyyəyə qalxması üçün neçə-neçə canlar getdi. Neçə-neçə qanlar axıdıldı. Azərbaycan prezidenti ən güclü liderlərlə sözün məcazi mənasında, həm də əsl mənasında döyüşdü siyasət meydanında. Mətbuat savaşında biz döyüşmüşük, düzü bəzi sual verirsiniz ki, siz haradaydınız, necəydiniz? Bizim hamımız, yəni vətəni aşağılamaq, Azərbaycanı dil uzatmaq qədər asan bir şey yoxdur. Yenə də deyirəm, kişi ona deyirəm ki, gəlsin otursun burada, ölkədə oturub mübarizəsini aparsın. Nə var gedib qaçıb orada gizlənib, oradan buradan söz atmaq. Nə var onun nənəm də bacarar da, nə var ki o? Mübarizə mənim yanımda, mənim üçün mübarizə aparsan ki, yanımda dur, apar görmüsən, mənim üçün mübarizə aparmırsan. Sən öz gələcəyin üçün mübarizə aparsan, sən bankdakı pulu çoxaltmaq üçün mübarizə aparsan. Ona görə də elə çox təşəkkür edirəm. Hikmət Hacıyev də ən sonunda çox gözəl dedi. Dedi ki, yəni utanın siz, utanın. Həqiqətən də utansınlar ki, onlardan qat-qat balaca oğullar bu vətən uğrunda, bu torpaq uğrunda canlarını veriblər. Onlar qeyb orada provokasiya ilə məşğuldurlar. Yəni deyirəm də elə şeylər var ki, onlar pulla alınmır. Onlardan ən ümdəsi də o vətən qeyrəti, vətən namusu məsələsidir. Ona görə də bəli, tərifləyəcəm də, mən şəxsən öz adıma deyirəm. Tərifləyəcəm, o tərəfə də keçəcəm. Elə adamlardan olsaydı, yəni bu ölkəni onlar çoxdan parçalamışdılar. Biri deyir, mən gəl prezident olanda belə baxırsan, deyirsən, ay Allah, qurban olum. O günü yaşayacamsa, o gün sən mənim canımı al. Yəni, cəmaat ailəsini idarə edə bilmirlər. Ölkənin rəhbərliyindən danışır. Ayıbdır da, ayıbdır, nəysə. Onsuz da 5 ildir hədəfdəyəm, nəysə. Neçə ildir? 5 ildir. Antiterror əməliyyatından sonra, estağfurullah. Neçənci ildir? 4-cü ilə keçdi. Allah qorusun. Əslində hədəfdə deyilsən, gündəmdəsən, sənin çox böyük kütlən var, həddindən var. Onların gündəmdə olmaq istəmirəm. Sən kimsə deyirsən, ümumiyyətlə. Yox. Allah Azərbaycanımızı qorusun. Dünən də Rusiya-Ukrayna ilə bağlı danışanda Rusiya boyda dövlət düz 8 gün sonra 4-cü il tamam olacaq ki, müharibə bataqlığından qorxula bilmir. İllərdir İsrail-Fələstin müharibəsi, o cümlədən də İsrail-İran müharibəsi. Müharibə elə bir şeydir ki, o necə deyirləri, qarpız alırsan bilmirsən onun içindən nə çıxacaq. Hansı hərbi gücə malik olmağından asılı olmayaraq, hücum elədiyin ölkənin sənə necə cavab verə biləcəyinin, sənin necə çıxacağın proqnozlaşdırıla bilməyən bir şeydir. Yox, elə bu ancaq yalnız güclə ölçsəydi, onda elə dünyanın bütünlüklə işğalı baş tutardı. Ən güclü ölkə, ən böyük ölkə. Həm də sənə hansı ölkələrin dəstək verməsini də bilmirsən. Sonradan nə qədər havadarlar çıxır. Müharibə başlayan senarilər necə dəyişəcək? Vətən müharibəsində 44 günlük müharibədə Azərbaycan möcüzəvi bir qələbə qazandı. Yəni heç kim hətta yuxusunda belə görə bilməzdi. Heç bir politolog 30 il ərzində məhz bu cür proqnoz verməmişdi ki, separatizmin, belə deyək, qaymağı, separatizmin kökü kəsiləcək. Sonuncu o 11 nəfər də oradan getdilər, öz istəkləri ilə. Təbii ki, dövlət onlara şərait də yaratdı, aylıq müavinət də verildi. Amma şükürlər olsun. Bir nəfər bir dəfə yazmışdı, Xankəndi heç vaxt bu qədər Azərbaycan olmamışdı. Doğrudan da 10 illər öncə belə o Sovet işğalında olanda, Sovetin tərkibində olanda Azərbaycan, Xankəndidə Azərbaycan dilindən çox erməni dili işlənirdi. Xankəndidə rəhbərlik, ümumiyyətlə o Qarabağda, Xankəndi, Şuşa, Ağdərə, Xocalı, Xocavənddən gedir. Bir qeyri-rəsmi erməni işğalı var idi və Azərbaycan müstəqilliyi əldə etdikdən sonra bu həm də faktiki məcraya söykəndi və Azərbaycan əraziləri işğal olundu. Şükürlər olsun ki, böyük siyasət və həm də böyük hərbi qüdrətlə Azərbaycan öz torpaqlarını tam azad elədi. Dünən də elə bu haqda danışdıq ki, həm də 17 nəfər vətəndaş cəmiyyəti nümayəndəsi artıq Ermənistana getdi. Yəni, sülhün də bir addımlığındayıq. İnşallah ki, gözəl günlər bundan sonradır.
Bir izləyici burada sual verib mənə ki, siz Qafanda hansı məktəbdə oxumusunuz? Dəyərli izləyici, mən bunu bir neçə dəfə demişəm, yenə də deyirəm, mən Qafanı ümumiyyətlə görməmişəm. Mənim atam orta məktəbi bitirəndən sonra Qafandan çıxıb, ondan sonra da hərbi xidmətini çəkib. O vaxtı bilirsiniz ki, biz Rusiyanın tərkibində olduğumuza görə, yəni başqa dövlətlərdə, xarici dövlətlərdə çəkildi. Bizim atalarımız əskərliyini, mənim atam da Ukraynada çəkib əskərliyini, ondan sonra da gəlib burada polis məktəbində təhsil alıb, ondan sonra da Sumqayıtda 27 il polis əməkdaşı işləyib. Yəni biz qaçqın gəlməmişik ki və mən də doğulmuşam Sumqayıtda. Mən Qafanı ümumiyyətlə görməmişəm. Ona görə ən böyük arzumdur ki, Qafana gedim, Şabadini görüm. Bu mənim ən böyük arzumdur. Məncə səhiyyə çox az qalır. Məncə də, məncə də. Bu Ermənistanda bu konstitusiya dəyişəndən sonra məncə sülh ilə bu baş tutacaq. Ondan sonra rahat qədim Azərbaycan torpaqlarına da səfər edə biləcəyik. Və inanırsan ki, hələ onun həyəcanını mən indi hiss edirəm ki, mən atamın doğulduğu, yəni rayonu görə bilərəm də. Yəni o həqiqətən mən yenidən elib ki, atamı görünmüşəm kimi mənə təəssürat bağışlayır. Çünki mən görməmişəm oranı, elə bilirəm ki, mən atamı hiss edirəm orada cəmi ölənlərə. Səhiyyə, bu torpağa bağlılıq bir başqa bir şeydir. Mənə görənlər sorğular, elə bilirlər Baskalda doğulmuşam. İndi son illər tez-tez Baskala gedib gələ bilirəm. Mən Bakıda doğulmuşam. Hətta uşaqlıqda belə 3 ildən bir, 4 ildən bir Baskala gedə bilirdim ya yox. Amma o illərlə 15-16 il mübarizə aparmışam ki, o familiyanı götürüm. Yəni, daha doğrusu mübarizə aparmışam deyə qeyri-rəsmi efirlərdə Ervin Baskallı olmuşam. 4 ildir bunu rəsmiləşdirmişəm. Üstəgəl insan biraz nisbətən yaşlandıqca torpaq adamı daha çox bəlkə deyil. Orada doğulmamışam, orada böyüməmişəm, amma adam, indi mən o işğal faktını bilmirəm də, siz və o cümlədən məcburi köçkünlər o həsrəti daha yaxşı bilir, amma şükürlər olsun ki, o həsrət da artıq vüsala çevrilir və necə ki, məcburi köçkünlərimiz torpaqlarına gedə bilir, qısa müddət sonra Ermənistandan olan soydaşlarımız da öz yurduna gedə biləcək. Burada izləyicinin biridir ki, bağlanmayan sülhdən danışırsınız. Bugün əgər Azərbaycanlılar gedib İrəvanın mərkəzində gəzə bilirlərsə, Ermənistan vətəndaş cəmiyyəti gəlib burada Bakının mərkəzi küçələrində gəzə bilirsə, demək ki, biz elə sülhü təqribi desək bağlamış kimi, çünki onun bütün bəndləri razılaşdı. İl yarımdır bir güllə belə atılmır. İl yarımdır. Yəni bircə imza atmaqdırsa, o imza Ermənistan konstitusiyasını dəyişdirəndə atılacaq. Çünki birinci Azərbaycan tələbi bundan ibarətdir. Azərbaycana qarşı ərazi iddiaları Ermənistan konstitusiyasından qaldırılmalıdır bir mənalı şəkildə. Bircə o qalıb. ATƏT-in Minsk qrupu, cənab prezidentin dediyi kimi görbagör oldu. Bu artıq bitdi. Bizim digər tələblərimiz yerinə yetirilib və bircə qalıb ki, o konstitusiyadan bizə qarşı ərazi iddiaları aradan qalxsın. Və aradan qalxandan sonra yəni bu dediyiniz sülhdə imza atmaqdırsa, o imzada atılacaq. Amma faktiki gedişat bugün əgər bizim sərhəddən keçib, Ermənistan sərhəddindən yoxlanıb, bugün Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri orada daxil ola bilirlərsə, yəni sən dediyin kimi güllə atılmırsa, hücum yoxdursa, artıq yəni sülh necə olur ki, sülhün şartları da. Bir nəfər yazır ki, salam Elvin müəllim, Qafan qanunən, bunu biz də bilirik, Ermənistan torpağıdır, Azərbaycanda işğalçı dövlət deyil. Və burada işğal sözü işləndi mi? Bu hər zaman elan olunur, bildirilir və bu bizim böyük arzumuzdur ki, soydaşlarımız öz dədə-baba yurduna, özdə Prezident İlham Əliyev də bu haqda bildirdi ki, biz tankla yox, öz ayağımızla maşınlarımızı minib gələcək. Çünki biz niyə dedik ki, Qarabağda, Xankəndidə qalmaq istəyənlər qala bilər, biz heç kimi məcburi çıxartmırıq. Özləri qərar verdilər, getdilər, nə gözəl. Və cənab prezident də demişdi, onlar yaşayacaqsa Azərbaycanda, o zaman bizim də öz soydaşlarımız qayıdacaqlar yaşadıkları yeri. Necə ki, oradan qaçqın gələnlər 88-ci ildə. Yəni, onların düzdür, indi mən bilməm, bu 5 il olacaq, 10 il olacaq, bəlkə də 1 il olacaq, o qədər sürətli cəryan edəcək ki, hadisələr, hər şey ola bilər. Yəni, ona görə də bəli, biz işğalçı dövlət deyilik, çünki onsuz da Respublikana da, Ermənistan da olsa, amma ki, tarixən, yəni bizim İrəvan xanlığıdır, dədə-baba torpağımızdır.
maraqlı suallar var. Portal Elə suallar pulsuzluğu. əsasında danışaq. Bəli, Məncə. portalla bağlı biraz əvvəl bir paylaşma eləmişəm. Yəqin ki, bundan qaynaqlanır bu sual. Bəli, portal pulsuzluğu hər kəs girib onu edə bilər, amma hansısa turizm şirkətləri çox ucuz qiymətə 5 manat, 10 5 manat, 10 manat manat eləyirlər. bu bir xidmətdir də. Təklif edir ki, siz bilmirsinizsə bir neçə dəqiqə şəxsiyyət vəsiqənizi atırsınız, sizin üçün bunu edirlər. Amma bu demək deyil ki, bu portal pulludur. Özünüz girib bunu edə bilirsinizsə, bu tamamilə Bu ödənişsizdir. öz telefonlarından girib eləsinlər. Bəli. Çox rahatdır. Maşınla girsə maşınınızın ora seriya nömrəsini yazırsınız filan. Bəli. Tək belə gedirsinizsə, maşınsız gedirsinizsə, sizin şəxsiyyət vəsiqənizi keçirsiniz. Bu qədər bəs, yəni çox asandır əslində orada. Bir dəqiqə vaxtınızı alacaq maksimum. İpoteka ilə bağlı bayaq soruşmuşdular. Çox maraqlıdır. Bilirsən, keçən il bu vaxt təqribən 5-10 gün əvvəl açılmışdı, fevralın əvvəlində. Bir qədər elə bir gecikmə var və həm ev alqı-satışı ilə məşğul olan, ev almaq istəyən insanlar çox həyəcanla hər gün xəbər gözləyirlər. Ümumiyyətlə ev bazarında da bir durğunluq yaranıb yanvar-fevral aylarında. Hər kəs ipotekanı gözləyir, amma hələ ki cavab yoxdur. Bəlkə də sabah, bəlkə bu həftə çox inandırıcıdır ki, bu ay artıq ipoteka açılsın. Aydan çəkməsin. Hara gedirsən ata? O nə istəyir elə? Nə bilim. Harası keçmək istəyir. Əslində telefonu istəyir. Moskvaya PUA hücum olub. Bilmirəm bu xəbəri görmüsən yoxsa, Ukrayna ordusu Rusiya paytaxtına PUA-lardan hücum edib. Moskva meri Sobyanin bununla bağlı açıqlama verib. Deyir ki, o Moskva istiqamətində uçan 4 pilotsuz uçuş aparatının olduğunu bildirib və PUA-ların Moskva vilayəti ərazisində vurulduğu da deyilir. Biz hər ötən gün bitəcək, müharibə dayanacaq gözlədikcə, əslində paytaxtlara hücum olanı görürük artıq. Diqqət. İzləyici sən bilim o diqqət. Qısa bir neçə dəqiqəlik xəbərlərə deyirlər, ara verək, yazırlar PK. Biz sadəcə canlıda bu yarışı da atdım səyriyə. Buyurun, biraz sünsün. Deməli, izləyici deyir ki, PK-ya başlamışsa Səyid xanım. Deyirəm, valla mən heç səni başlamamışam. Elmin orada istəyirsə, mən onu qəbul edirəm sadəcə. 804 nəfər. Məndə 548 nəfərdir, amma ekrana toxunmaq lazımdır ki, daha çox insan görsün bizim yayımımızı. Necə gedə bilərik? Qarabağa mı getməyi soruşursunuz? Məhəmmədi, yəqin ki, Qarabağa getməyi soruşur, yoxsa? Cəbrayılda Şuşada Laçında yaşayanın portalı yoxdur. Orada, yox, Vüqar bəy, bu yaşayışçılar üçün nəzərdə tutulmur portal. Yaşayış üçün, çünki qeydiyyatı var ora, adı var, soyadı var. Söhbət səfər eləyənlərdən gedir ora. Orada bəyəm yaşayanlar nəzərdə tutulur ki, yaşayanlar nəzərdə tutulmur axı. Orada necə gedək soruşursunuzsa, əgər orada yəqin Qarabağa getməyi soruşur, necə gedək? Orada necə getməyi biz dedik, portalla keçirsiniz və salam. Səfərlərdən söz düşmüşəm, bir şad xəbər də deyim. Bugün Prezident İlham Əliyevin Serbiya səfəri çərçivəsində bir xəbər çıxdı qarşıma. Bakı və Belqrad arasında birbaşa uçuşlar nəzərdə tutulur. Və Belqradın ən hündür binasında Azərbaycan bayrağı bugün görüntülənib. Çox möhtəşəm bir görüntüdür, çox möhtəşəm. Maşallah. Bayaqdan mənə sual verirlər, mən bu haqda məlumatsız idim. İndi görürəm ki, doğrudan da Azərbaycan ordusunda and içmə mərasimləri keçirilir bu günlərdə. Bayaq bir nəfər soruşur ki, bəs Şəmkirdə nə vaxt olacaq? Müdafiə Nazirliyinin tabeliyində olan ordu birləşmələrində artıq and içmələr keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təntənəli surətdə hərbi anda qəbul edən gənc əsgərlər vətənə sadiq olacaqlarına söz verirlər. Uğur olsun onlara inşallah. Deməli, Rusiyanın strateji limanının bombalandığı xəbər Amerikadan uçuş aparatları ilə vurulub, zərər görüb. Reuters agentliyinin yaydığı məlumat var. Nə deyək, yəni? Ay Səidə, dünəndən hamısı soruşur, 400 min adam baxıb, hamı da mənim fikrimi yazır ki, yox, vallah biz tanıdığımız Nəboğlu. Mənə də yazdılar, mən nə yalan deyim, mənə də yazılır, amma yenə də deyirəm, yəni mənə deyilən sözü deyirəm.
deyim ki, səhv başa düşmüşəm, başqa şey deyib, elə başa düşmüşəm, səhv də başa düşməmişəm. Amma yəni inşallah imkanımız olsun onu dəqiqləşdirək. Mən yəni başqa nə deyim?